Keçək 21-ci suala. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Dərsdə, yəni biz doğrudan doğrunu, yanlışdan yanlışı götürəcəyik bu cədvəldə. Dərsdə istifadə olunan iş formasını mövzuya uyğun seçməliyik. Yəni bizdən uyğunluğu soruşur. Dərsdə istifadə olunan iş formasını mövzuya uyğun seçməliyik. Yalnız mövzuya uyğun seçmirik. Bunu niyə götürmürük? Çünki yalnız mövzuya uyğun seçmirik. Həm təlim məqsədinə uyğun, həm sinifdə şagirdlərin sayına uyğun, potensialına uyğun. İl ərzində müəllim bütün iş formalarından istifadə etməlidir. Bəli, bu doğrudur. Müəllim il ərzində bütün iş formalarından istifadə etməlidir ki, şagirdlərin bilik, bacarıq səviyyəsi, əməkdaşlığı, təhlil etmə, problem etmə, tənqidi düşüncə, yuxarı təfəkkür səviyyələri daha da inkişaf etmiş olsun. Sinifdə şagird sayı çox olduqda bəzi iş formalarından istifadə etmək çətin ola bilər. Bəli, bu düzdür, ancaq yanlışın altında yanlış olmalıdır deyə biz bunu götürmürük. Bütün siniflə iş zamanı şagirdlərə müxtəlif fəaliyyətlər verib, onlarda yaradıcılıq bacarıqlarını inkişaf etdirmək olar. Bu ən çox aiddir müəllimlər, bu yanlış variantdır. Fərdi işə aiddir. Ona görə biz bunu götürmürük. Həm də ki, yaradıcılıq bacarığını şagirdlərə hər hansı bir fəaliyyət verib, onlarda o anda yaradıcılıq bacarığını inkişaf etdirmək də doğru deyil. Yəni olmur. Biz buna görə götürürük. Burada 2, 4. Baxaq 22-ci suala. Bu iş formasında şagirdlərdə həmçinin bir-birini fəal dinləmək bacarığı da formalaşır. Bu iş forması öyrənmə prosesində çətinlik çəkən şagirdlərin güclü şagirdlərdən öyrənməsinə şərait yaradır. Deməli, fəal dinləmək prosesi burada inkişaf edir. Öyrənmə prosesində çətinlik çəkən şagirdlər güclü şagirdlərdən öyrənməsinə şərait yaradır. Şəxslər arası intellektə sahib şagirdlər üçün, yəni fərdlər arası biz dedik ki, fərdi iş üsuluna, iş formasına aiddir. Həm də buna deyirik introvert şəxsiyyət tipinə məxsus şagirdlər. Şəxslər arası ekstravertdir, yəni bunlar ünsiyyətçildir, əməkdaşlıq etməyi sevir, çox danışmağı sevirlər, kimlərləsə əlaqə qurmağı sevirlər. Bax, buna şəxslər arası intellektə sahib şagirdlər də deyilir. Bu da hansılara aid olar sizcə? Aid olar cütlərlə, qruplarla iştirak edən şagirdlərə. Ona görə B variantını götürəcəyik. 23. Aşağıdakılardan hansılar müəllimin fasiltasiyası ilə bağlı yanlışdır? Biz müəllimin fasiltasiya bacarığını da keçmişdik. Yəni şagird, müəllim şagirdi deyir ki, yönətməlidir, istiqamət verməlidir. Baxaq görək hansına aiddir. Yəni yanlışdır. Müəllimin fasiltasiyası ilə bağlı, yəni biz yanlışı seçəcəyik. Şagirdlərdə öyrənməyə motivasiya yaradılmasına xidmət edir. Bu doğrudur. Bəli, müəllimin fasiltasiya bacarığında müəllim şagirdləri öyrənməyə motivasiya yaratmalıdır, cəlb etməlidir. Yeni anlayışlar izahsız verilməlidir. Xeyr, yeni anlayışları müəllim izahını verməlidir. Yəni fasilitator müəllim yeni anlayışların izahını da şagirdlərə verməlidir. Qrupun işini əməkdaşlığa əsasən qiymətləndirir. Qrupun işi yalnız əməkdaşlığa əsasən deyil, bilik, bacarıqlarına əsasən də qiymətləndirilir. Ona görə bu da yanlışdır. 2, 3'ü seçəcəyik burada. Şagirdlər arasında əməkdaşlığın yaranmasına şərait yaradır, müzakirəni artırır. Bəli, bu da fasilitator müəllim şagirdlər arasında əməkdaşlığı, ünsiyyəti artırmalıdır, onların bir-birindən nəsə öyrənməsini təmin etməlidir. Yəni şagirdə imkan verməlidir ki, şagird özü inkişaf etsin, şagird tədqiqatçı olsun. 24. Müəllim şagirdlərə natiqlik məharətinə malik olmaq üçün nə etmək lazımdır? Sualını ünvanlayır. Düşündüklərini yazmaq üçün onlara iş vərəqləri verir. Lakin müəllim hər bir şagirdin fəaliyyəti ilə lazımı qədər maraqlana bilmir. Vaxtın məhdud olması hər bir şagirdə münasibət bildirməyə mane olur. Verilmiş situasiyaya əsasən müəllimin istifadə etdiyi iş formasını müəyyən edin. Yəqin ki, bu sizə aydın oldu ki, fərdi işdir.
Hər biri fərdi şəkildə natiqlik məharətinə malik olmaq üçün nə etmək lazımdır? Yəni yaxşı nitq qabiliyyətinə. Malik olmaq üçün nə etmək lazımdır? Yəni hər bir şagird öz cavabını yazmalıdır, düşündüyü cavabı. Bu da ki, deməli, hər bir şagirdin fəaliyyəti ilə maraqlana bilmir, vaxtı məhdud olur. Bəli, burada fərdi şahid olacaq. 25. Müəllim şagirdlərdə özünü həmsöhbətinin yerinə qoya bilmək bacarığı formalaşdırmaq üçün buna deyilir emosional. Onlara empatiya hissi. Onlara verilən mövzu ilə bağlı qarşılıqlı fikir mübadiləsi aparıb ortaq nəticəyə gəlməyə tapşırır. Yəni empatiya hissi yaratmağı deyir. Baxaq görək bu nə olacaq? Hansılara aid olacaq? Hansı iş formasında olan şagirdlərə? Cütlərlə işdə ola bilərmi müəllimlər? Bəli, cütlərlə işdə bu ola bilər. Bir də qrupla işdə. Bu niyə belə veriblər? Bunu anlamadım. Bir dəqiqə. Cütlərlə iş ən çox da qruplarla işdə. Yəni qarşılıqlı şəkildə olur da ən çox. Ona görə burada öz həmsöhbətinin yerini qoya bilmək bacarığı formalaşır. Yəni şagirdlər bir-birini anlamalıdır, başa düşməlidir yoldaşlarını. Bu cütlərlə iş, bəli, qrupla işə ən çox bunlara aid. Müəllim dərsi tədris edərkən şagirdlərə internet və sosial şəbəkələr şəxslər arası münasibətlərə necə təsir edir? İnternet və sosial şəbəkələr şəxslər arası münasibətlərə necə təsir edir? Sualını ünvanlayır. Şagirdlər müxtəlif fikirlər irəli sürərək dərsə cəlb olunurlar. Lakin sinifin idarə edilməsi zəif olduğundan müəllimin seçdiyi iş forması uğursuz olur. Müəllimin mövzunu tədris etmək üçün seçdiyi iş formasını müəyyən edin. Sinifi ünvanlayırsa, buradan bizə aiddir ki, bu bütün siniflə işdir. Yəni əvvəlcədən qaydalar, prosedurlar tətbiq edilməyibdir. Ona görə də müəllimin seçdiyi iş forması uğursuz olur. 27-ci sual. Müəllim şagirdlərə öz növbəmi gözləyirəm. Yoldaşlarımı diqqətlə dinləyirəm. Payıma düşən işi vaxtında yerinə yetirdim. Kimi ifadələr olan qiymətləndirmə üçün forma verir. Müəllim dərsi bu iş forması ilə tədris etməklə yaxın inkişaf zonasını da inkişaf etdirir. Bu hansına aid olacaq müəllimlər? Həm burada bax yaxın inkişaf zonasından söhbət gedir. Yoldaşlarını qiymətləndirir. Bəli. Yaxın inkişafçı qrupa gəlir. Bəli, burada doğrudur. Qrupla iş formasından istifadə olunur. Bu iş forması zamanı şagird öz öyrənməsi haqqında dəqiq məlumata malik olur. Özü üçün strategiyalar müəyyən edə bilir. Davamlı olaraq bu iş formasında işləməyi sevən şagirdlərin sosial bacarıqlarının inkişafı ancaq kölgədə qalır. Sosial bacarıqlar nədir? Kimlərləsə əlaqə qurmaq, əməkdaşlıq kölgədə qaldı. Bu hansına aid olacaq müəllimlər? Fərdi işlər. Bəli, bu aid olacaq. Səma müəllimə gəldiniz. Bayaqdan bəli gözləyirəm, siz